Herkese salam, hər vaxtınız xeyir olsun, necəsiz? Ümid edirəm ki, yaxşı olasınız. Bugünkü reseptdə göy dolması var. Hal-hazırda anam göy dolması üçün kişnişi çüydü, doğrayır, xırda-xırda. Bu arada qızlar, göy dolmasını sevənlər yorumlara yazın. Sevən varmı göy dolmasını? Artıq doğradığı göyərtiləri, soğanı, düyünü, yağını, duzu, istiotunu əlavə edib qarışdırır. Göy dolmasını heç yeməyən varsa, mütləq şəkildə hazırlayın, yiyin. Çünki çox dadlı olur və çox asan hazırlanır. Uzun vaxt çəkmir. Sadəcə göyərtiləri doğrayıb, soğanı, düyünü, yağını, duzu, istiotu əlavə edirsiniz. Və artıq yarpağa bükür göyərtiləri. Bu arada fikirlərinizi yoruma yazın. Negativ fikirlər isə məncə yazmayın. Hələlik.